İlk öncə bunu bil. O səni öz bətnində gəzdirdi. O sənə görə dözüb, buna səbr eləyib. Heç kəs digərinə görə belə çətinliyə səbr etməzdi. Amma ana sənə görə səbr etdi. O razı idi buna ki, özü ac qalsın, amma sən tox olasan. Elə analar var. Özü az yeyib, amma balası çox yesin. Özü ac qalıb, övladı yesin. Özü günəşin istisinə dözüb, amma səni kölgədə saxlayıb. Bu bir məna da ola bilər burada. Yəni, belə deyək də, özü çətinliyə razılaşıb, amma sən təki çətinliyə düşməyəsən. Yuxusuz və gecəni oyaq qalırdı səndən ötürü. Sən yuxunun ləzzətini duyasan. Bəzi vaxtlar analar gecə uşaq oyanır, ana ayağında tərpədir o yana bu yana, ağlayır, tək o yatsın. Gecə yuxusuna haram qatıb bizə görə. Deyib, bunları xatırla, bunları unutmusan sən. Unutmusan bu keçmişi. Özümün də yadında da deyil axı.